Elşad kimi oğlanlar bu dəqiqə Azərbaycanda sayı hesabı yoxdur. Kimin biznesini əlindən alır, kimin evini, kimin nəyini sadada. Onların şikayətinə baxın da, devlət nədən ötərdi? Hökumət nədən ötərdi? Millətinə baxsın. Millətə də baxmırlar, millət də bir yerə gəlmir. Ona görə aralarında iyilənmişlər var. Bilirsən, o anban olan kim o dəqiqə gedib polis göykəklərə çatdırırlar. Polislərin də, burada mən deyirəm millətimə, bilsinlər. 60%'dan çoxu, o göydəki Allah haqqı 60%'dan çoxu Yezidi Kürtlərdirlər. 60%'dan çoxu, ha, kulağınızı açın eşidin. Ayağa durub təmizləmək lazımdır. Polisi də təmiz qanı Azərbaycan qanı olan olmalıdır. Hökumət strukturasında da Azərbaycan olan başqa bir millət olmamalıdır. Bir dənə məmurun bir qohumu yuxarı vəzifəyə gəlməməlidir. Buna da zəbt eləyiblər. Hamı öz qohum əqrəbəsini yığıb yanına. O birisilər və yetimlər gör. Elşad, bax, yetimlər, kasıflar vətən qoruyur. Kasıflar bunları axrəniyyət edir, qoruyur məmurları. O birisi kasıflar da ayağa qalxanda bu birisi kasıflarla onların ağzını yumdururlar. Görəyin nətəri. Hamısı mən 4 il bunları qorumuşam bu qəhbələri. İndi olmuşam vətən xaini. İndi Rauf kimi qəhbənin balalarından məni vururlar. Yeri gəlmişkən sən indi danışanda Zəki dayı zəng eləmişdi. Buradan Zəki dayını da salamlayıram və səndən sonra Ağsaqqallar Şurasının üzvü Zəki dayı qoşulacaq. Zəki dayı da bilirsiniz də çox kəskin danışır. Zəki dayının mən videolarını sevə-sevə Mağara Media kanalında paylaşıram və Zəki dayı baş tacımızdır. Zəki dayı Azərbaycan kişisidir, Ağsaqqalıdır. Elman onun kimi, elə Akif kişi də onun kimi. Niyə? Hanı ölkənin Ağsaqqalları, hanı ölkənin ziyalıları? Hamısını satın alıblar. Hamısını satın alıblar, hamısının övladları polis rəisi, ziyalıların, şairlərin, hamısının övladları prokuror, hamısının övladları millət vəkili. Nə gözəl İstanbul. Ondan sonra yaşamaq sizə gözəldir və bu xalq da qalxmalıdır və Akif kişi danışıb sözünü bitirəndən sonra mən sözümü bitirim, gedəcəm mən də. Zəki dayı qoşulacaqdır. Buyur. Prosto millət, kulağınızı açın, yaxşı eşidin. O göydəki Allahın birliyinə əgər normalni hökumət qurulsa, işləyən işləyəcək, işləməyən indi kimin həyat yoldaşı rəhmətə gedib, kimin evində ağır xəstəsi var, hamısı sosial pulu ən yox yerdən 500 hələ birinci produktlar düşməlidir maksimum aşağı. 500'den 1000 manat arası işsiz pulu almalıdır. Dermanlar pulsuz olmalıdır. Dermanlar. Xəstəxana, müalicə hamısı pulsuz olmalıdır. Avropada uzun müddətli müalicə hamısı pulsuzdur. Mən bu dəqiqə 2 dəfə ürəyimdən opres olmuşam. 2 dəfə. 3 dənə stent durur. İkisində də ölüm ayağında gətiriblər, ölüydüm. Bir qəpi 60.000 euroya qədər, 60.000'dən çox faktura dedim, nə qədər dedim, bu boyda şeyler. Yəni ölürdüm da, o dünyadan kəhti çıxartılar. İndi Azərbaycanda bütün xəstəxanalar pulsuz olmalıdır, müalicə pulsuz olmalıdır, məktəb pulsuz, institut pulsuz, hamısı pulsuz olmalıdır. Ona görə ki, Azərbaycan ən zəngin millətlərdən biridir. Öz teritoriyasına, bir də millətinin həcminə görə varı aşıb daşır. Qızılı bol, nefti bol, qazı bol, qara kürüsü, balığı da Allah Taala nə deyirsən verib də Azərbaycana. Amma vaxt verib, vaxtı yoxdur Azərbaycanın. Elə bir acgöz, o ki ağacın içindeki kurt yiyir, dayanmadan yiyir ya. Elə bir acgöz tayfaların eline düşüb ki Azərbaycanın mərd oğlanlarını